Bunu çəkməyib soracam. Salam canlar, xoş gördük. Bir akım gördüm bu yaxında Instagramda. Çox trenddə, dünyada da hər yerdə. İstədim onu mən də çəkəm. Məni niyə qısqanmazsınız? Qısqanacaq bir tərəfim yoxdur həqiqətən də belə. Ben bilmirəm, qıraqdan belə necə görsənir. Bəlkə də deyirsiniz ki, ay Allah, nə yaxşıdır, hər şeyi elədi, hər şeyi var. Kənddən çıxıb gedib şəhərdə hər şey özü üçün. Yəni tək başına bu şeyləri qura bildi. Qısqanacaq bir tərəfim yoxdur. Ona görə ki, məsələn 18 yaşında məcburən ailə tərəfindən evləndirilib və 1 il 5 aydan 6 aydan sonra gəlib götürüb gəliblər məni bir uşaqla. Yanımda uşaq, kənddə işdə. Nə bilim, gəlirsən kənd yeri, bir dənə gözəl söz var. Düzdür, mən ailəmdən çox razıyam. Allah onlardan min kəs razı olsun, amma nə olursa olsun, atalar misaldır, çıxan qız çıxdan baxar. Nə qədər yaxşı olmaq istəyirsən, elə bilsin ki, qonaqsan o evdə. O evdən çıxıb getmisən də. 1 il 5 ay elə bir qonaq getmisən harasa. Elə bil hardasa oxuyurmuşsan. Amma qayıdıb gələndən sonra tamamilə başqa cür olursan o evdə. Ömür boyu qonaq kimi olursan. Hər şey sənin xətrinə dəyir. Sənin elədiyin onların xətrinə xoşuna getmir. Onların dedikləri kimi oturub durmalısan, etməlisən, bunu etmə, ora getmə, gülmə, danışma, boşanmısan, bir uşağın var. Nə bilim də çox şeylər. Amma Allaha qurban olum deyir, bir qapını bağlayan Allah insana min qapı açır. Həyatımın bu qədər dəyişməyinə səbəbkar mənim papamdır. Ömrüm boyu o insana minnətdaram. Heç yadımdan çıxmaz. Bizim qapıda çoxlu mal heyvan olurdu da. İnək çox sağırdım. 12-13 baş inəyimi sağılırdı. Onu belə sağırdım. Bir dəfə çox yorulmuşam. Mamam da Naftalanda istirahətdədir. Yay vaxtıdır. Bax belə avqust ayı falan olar bəlkə də. Papam gəldi, belə bizdə balaca ev deyirik, o anki ev deyirdik. O anki evin altında belə zal kimi belə bir yer var, oturub orada heç yadımdan çıxmırdı. Belə də gəl buraya Gültəkin, gəl buraya bala. Mən də boşanmış qadın, tək, cavan, uşaq qoltuğumda, ev, külfət, bilmirəm hansına qaçam ki, yarana biləm də. İnsan özünü yarandırmaq istəyir ki, səni çox istəsinlər ki, desən, ay nə yaxşı bunu eləmirsən. O nə yaxşı sözündən görə özünü öldürüb hələ iki bir yan eləyirsən. Nəysə oturmuşdum, birdən papam belə, gəl buraya Gültəkin, gəl buraya bala. Narahat olma, sənə hər şey eləyəcəm, sənə hər şərait quracam. Səni Bakıya aparacam, bilmir. Doğru üçün papam belə, valla, narahat olma dedi, səni aparıb qoyacam, Bakıda oxuyacaqsan. Ən yaxşı yer dedi, sən oxudacam. Narahat olma dedi. Mən bilirəm dedi, elə bir sən başa düşmürəm, görmürəm səni. Sən dedi oxudacam, sən hər şeyin olacaq, narahat olma. Çox şükür də oldu da, həqiqətən papam mənə oxutdu. Evdə mən boşanandan sonra oxumuşam bir uşaqla. Çox gözəl bir yerdə oxudum. İndi də həyatımı dəyişəcək bir şirkətdəyəm də.